ibarətdir. Və mağazamızda Zakafayda ən böyük şansı dəqiqə 20 deməli 2200 kvadratdan tərkibidir. Burada gördüyünüz kimi həm yerli məhsul var, həm xarici məhsul Niderland krallığından gəlir, həm İtaliyadan gəlir, həm də eyni zamanda qardaş ölkə Türkiyədən gəlir. Tali olaraq biz yerli məhsula üstünlük veririk, gündən-günə tendensiya dəyişir. Əvvəllər biz məsələn məhsulların 80-90%-dən xaricdən alırdınızsa, indi bir dəqiqə hal-hazırda 30% salmışıq. Və ildən-ildə azaltmaq üzrəyik. Çünki artıq Azərbaycanda işləv olaraq kütləvi şəkildə orxideya istehsalına başlamışıq. İstixanalarımız var. Tali olaraq kişi xoşbəxtliyi imtahanından arxanızdakı gülü başlamışıq istehsal eləməyə. Kişi xoşbəxtliyi gülü qırmızı rəngdə. Bu da qadın xoşbəxtliyi gülü. Maraqlıdır. Qoyulan bir bitkidir. Bizim əncil ağacımız da Ficus ailəsinə aiddir. Avropada ən bahalı ağac Ficusdur. Yəni nə mənada? Əncil ağacımızdır. Elmadır Ficus karika gedir. Biz burada məsələn əncilləri kəsib puluyuruq. Məsələn Avropada bir beləsi onun qiyməti 100 evrodursa, eyni əncil, qara əncil olsun, misal üçün adi ağ əncillər olsun, qiyməti 500 evro. Təsəvvür edirsiniz nə qədər fərq var. Amma yəni insan əli deyil. Yəni hörmə formasıdır, eyni zamanda setka formasıdır. Bunlar hamısı burada olunan bir prosesdir. Misal üçün buna ne kişi xoşbəxtliyilə? Çox adamlar kala da deyir, amma kalanla heç bir əlaqəsi yoxdur. Kala, əsl kala. Adətən soğan sayılı bitkidir. Amma indi çox adam gülü tanımayanda kalaya oxşadır, bir balaca deyir, elə kaladır, elə də yəni ad qoyur. Bu kişi xoşbəxtliyin çox maraqlı bir rəvayəti var ki, qədim Meksikada belə bir oğlan qıza aşık olur, bir-birini sevir. Və qızı məcburən başqa bir oğlana ərə verirlər. Onlarda da adət var ki, toy günü, misal üçün, Bizi xoşbəxt elədir. Kişi xoşbəxtliyi və qadına ərə verirlər. Qız düşünmədən, oğlan o qədər istəyir ki, özünü atıb tonqala, oradan da bu cür formalaşır. O deyirlər, kişinin xoşbəxtliyi. Belə bir rəvayətlər var. Kraskadır, maddə vururlar. Xüsusi boya vururlar ki, hansı ki, belə deyil, bitki nəfəs ala bilər. Yəni, adi bir, biz mağazadan alaq, gətirək, boyalayaq, olmaz, inşallah. Bu, xüsusi maddədir. Boya deyil də, belə deyil, pişivoy boyadan istifadə olunubdur. Bu isə sırf orijinal variantıdır bitkinin özü. Alt hissəsi calaqdır, üstü isə öz rəngidir. Və burada calaq edirlər, çünki bitkinin özünü burada əkəndə istər-istəmə çürümə verə bilər. Ona görə bunu yuxarı qaldırıb əkirlər, belə bir calaqdır. Epihorbiana, Echina kaktusun calağıdır. Bu təbiətdə, bunun adı gedir, ikisi bir yerləşəndə olur adı kaktus brasilia. Belə bir ad verir. Bunlar belə rəngliyiblər, maraqlı görünür. Hə, yəni kəsilib, Gözəllik üçün. oraya yapışdıra bilərsiniz. Oraya bəzi bitkilər var ki, uyğun